Öyrənilmiş təcrübələrin məhdudluğu, insanın keçmiş təcrübələrindən dərs çıxara bilməməsi, eyni səhvləri təkrar etməsi və davranışlarının nəticələrini düzgün dəyərləndirə bilməməsi vəziyyətidir. Bu, beyin funksiyasının psixoloji tənzimləmə mexanizması ilə bağlıdır. Qərar vermə və öyrənmə beyin nahiyələri arasındakı qarşılıqlı əlaqə ilə formalaşır. Əgər bu sistemlər arasında balans pozularsa, şəxs nəticə ilə səbəb arasındakı əlaqəni qura bilmir, emosional təcrübəni yaddaşa düzgün köçürə bilmir, hər yeni vəziyyəti sanki ilk dəfə baş verirmiş kimi yaşayır. Həmçinin öyrənmək üçün insanın emosional reaksiyası ilə məntiqi təhlili arasında körpü qurması vacibdir. Əgər bu körpü qurulmazsa, şəxs yalnız emosiyanı xatırlayır. Məsələn, peşman olmuşdum, amma niyə peşman olduğunu təhlil edə bilmir. Beləcə, növbəti dəfə eyni vəziyyətdə emosional reaksiya yenidən aktivləşir, amma rasional öyrənmə baş vermir. Misal üçün, hər dəfə yanlış partnyor seçən şəxs indi fərqli olacaq deyir, amma eyni davranış modelini təkrarlayır. Bu vəziyyətdən qurtulmaq üçün dərman müalicəsi ilə yanaşı kognitiv davranış terapiyası, müxtəlif mental məşqlər də olunmalıdır.